Binə qəsəbəsi Məscid küçəsində tam asfaltın qırağında 2 sot həyət yanı arasında 100 kvadratlıq ev, evin sağı, solu 40-50 sm məsafəlidir. Padvala giriş var, kombi sistem çəkilib. Şəxsi tikili evdir. Təzə təmirdən çıxıb bura bağ hissə kimi saxlanılıb, yəni əkin əkmək üçün. Həyəti ağlay döşəmədir. 2 maşın çox rahatlıqla daxil ola biləcək. Belə bir həyət yanı arası var. Qapı birbaşa enli məhəlləyə, tupik falan deyil də enli məhəlləyə açılır. Bax girdik. Belə koridordur. Görürsüz? Koridoru geniş yerdir o. Girirsən, kombi sistemlərinə kimi çəkilib. Burada mətbəxi də genişdir. Harasa 4-ün 3-ə 1 mətbəxdir. Sağda qonaq otağımızdır. Qonaq otağı 7 metrənin 4 yarımadır. Yəni ev geniş evdir. 110 kvadrat olmalı idi səhv eləmirəmsə çöldən çölə. Bura bir yataq otağı, 4-ün 4 yarıma. Bura ikinci yataq otağı, 4 yarımın 3 yarıma. Və bir dənə də belə sanitar qovşağı. Sanitar qovşağı da çox genişdir. Aksesuarlar da qoyulub. Qiymət 63 min. Məscid küçəsində. Buyurun əlaqə saxlayın.